Bir dəfə taksi yolla getməliyəm, tələsirəm, bir də taksiyə elədim. Taksi saxladı, oturdum. Bu da indi üzümə baxır, mənə baxır. Mənə təxminən bir 10 il bundan qabaq idi. Onu mən Zəhra məscidində çıxış edirdim. Təxminən 10 il, bəli. Bəlkə 9 il, 8 il. Mənə qayıtdı ki, sən deyəsən namaz qılansan. Dedim, bəli, mən namaz qılanam da. Maşallah, yaxşı, əhsən, qılmaq lazımdır. Sonra qayıtdı ki, sən bir nəfər xətib var, çıxış edir. Qulaq asmırsan ona. Dedim, kimi deyirsiniz? Qayıtdı, bəs adı Hacı Ramildir. Gördüm, mənə belə yadına bir tər düşdü. Mən də dedim ki, qulaq asaram da. Nə deyim buna? Bir söz demirəm. Bu da sürür maşıdır. Gedirik də belə, gəldi bir yerə çatanda, gördüm amma mən hara getməliydim. Elə hərdən belə baxır, sürür. Mən də heç demirəm. Axırda lap çatanda düşəcəyim yerə, dedi, birdən sən olarsan ha, dedim özümə. Sonradan mənə maraqlı nə oldu? Özümdə bir dənə senari hazırladım da indi belə deyədim. Bir senari çəkməyə başladım ki, təsəvvür elə indi bu, mən ona deyirəm ki, mən qulaq asmıram Hacı Ramilə. Bu da başlayır mənə danlamağa. Niyə qulaq asmırsan? Niyə təkəbbürlüsən? Adam qulaq asar, dinləməlisən, başlayır mənə danlamağa. Məndə nə hal yaranardı? Özümə suallar verirəm, kino çəkirəm artıq. Deyirəm ki, mənim duyğularım dəyişilməzdir də. Niyə? Çünki o Hacı Ramilə görə Ramili danlayır da. Hacı Ramili o qədər çox sevir ki, Ramili danlamağa başlayır. Hacı Ramilə niyə qulaq asmır? O bilmir axı. Düz deyil. Özümə fikirləşirəm də. Bəs niyə ona qarşı aqressiv olmazdı, narahat olmazdı? Çünki o mənə görə məni danlayır.